işler var. Ben sana bir şey Şimdi sen kanalda serbest kanal. Ona söz veriyorlar. Bir yani bir özüm var. Adam kadın ya şanlı mısın? Demokrasi. Aziz, özel ustadımız, müəllimimiz, Nəriman müəllim adına təşkil olunan məclisə duyulmuşdur və çox gözəl bir haldır ki, bizim əziz günlərimiz bir-birinin ardıyla təşkil olub, Qurban bayramı oldu, Novruz bayramı oldu və Təqirəxun bayramı oldu və bugünkü də mən elə bayram hesab edirəm. Yəni bayramların davamı kimi belə bir gündə və Qur'anda da Allah Taala əziz günlərdə kəlamların vasitəsilə bizə yetirdi ki, Allah Taala sözü kəlami müqəddəs, söz kəlam ən müqəddəs nemətdir və həmin sözü kəlami səsin vasitəsilə bildiyimiz ki, Sot-i Ləhni Davud, Davud Peyğəmbərin də Quran-ı Şərifdə gözəl sot olub, Ləhni Davudi və Zəburuna nazil oldu və bütün sözləri və kəlamları biz səsin vasitəsilə çatdırırıq insanlara. Gözəl sotu, bəli, gözəl səs, gözəl sot ilahi bir neymətdir. Allah Taala bir neçə şey Peyğəmbər Aleyhisselamın kəlamında var ki, bir neçə şeyi əlavə insana bəxş edir və hər adam onu bəxş edir. Əlavə öz istədiyi, öz bəyəndiyi hansısa bir, onda bir nur, hansısa bir onda gözəl əməl olduğuna görə Allah Taala onu hər insana bəxş etmir və öz istədiyi hansı bir əməlinə görə, hansı bir sahətinə görə, dünyaya gəlməyinə görə onu bəxş edir. Bunlardan biri bir neçə 7 şeydir. Biri gözəllikdir, biri qüvvədir, pəhləvanlarda, biri də onlarda təbli şairlikdir, biri də gözəl soğukdur. Çünki gözəl soğuk da hər bir insana Allah, hər adam buna ki, mən oxuyayım, bacarmaz o zaman. Allah onu bəxş edir, Allah şundandır. Və bu gün də Nəriman müəllim adına burada biz təşkil olunan məclisə təşkil etmişik və gələn qonaqları, alimlərimizi, dostlarımızı, hamısını ilə heç kim adını çəkilən bir nəfərin adını çəkilən bu bizim
hörmətli cənab Profesör Hacı Məhəmməd Əliyev iştirak edir, ustadımızdır. Onun yanında başqa sözlər deməliyiz naşır. Amma mən bu günü bir bayram kimi, Nəriman müəllim adına teşkil olunan bir bayram kimi bir fikirləşdim. Əgər burada mən vəzifəm odur ki, dua birincisi dua mütləq lazımdır. Mən burada tək Fatihə versəm, o Fatihə ilə kifayətlənmək olmaz. Ona görə müəllim dedim ki, müəllim icazə verər. Mən bir şeir yazmışam, Nəriman müəllimin haqqında, yəni mənə dəvətnamə çatandan sonra yazmışam. Ondan qabaqda bir şeir yazmışdım, Humayun muhammadıdır. Amma əgər icazə versəz, oxuyardım. Bismillahirrahmanirrahim. Aləmdə oyun namını xanəndə Nəriman, Seyyid kimi dünyada gezər zində Nəriman, ustadlıq edib xeyli müğənnilərə bir şək, qoymazlar olar ki, ora şərbəndə Nəriman. Seyyiddən alıb musiqinin incə məqamın, gənc nəslimizi qoymadı daməndə Nəriman. Gəlsəz neçə əryarın əlindən dəfin aldı, elmi ilə nə çox şəxsi salıb bəndə Nəriman. Hər bir işini gördü o Subhanın adı ilə İmamımızdan ziyarətə girmişdi. Nərimanın qəlbində iman var idi, Allah'a inanan var idi. Bizimlə bir yerdə məsciddə, əli yaxında, məsciddə gələn bir mərasimlərdə qəsidə oxuyardırsınız. Bismillahirrahmanirrahim. Gözəllik eşkilərin yər, dahem dünya hikmətlər Xudadan dünya. Gözəllik eşkilər dahemdir, hikmətlər Xudadan dünya. Bu sevinməklər, bəşərdə iktidardan deyir. Camalın aslı məhbubiyə görədim Haşimi xalın. Deyərdim eydim şeyda, bu xal o Mustafa'nadır. Əgər ki eşqə sadıqsən, gəlmək xalına güncün tuyur. Əgər ki eşqə sadıqsən, gəlin meyxana güncün tuyur. Məhəbbət canını söyləmək, əliyəm mütəzadır. Nə lazım qeydə minnət, nə lazım qeydə minnət ki, ondan qeydə kimsən yox. Umudum arzum ancaq o şahi Kərbəladəndir. Və yahədərin şahi Kəbir Əbbas Ələmdaridir. Yetər idadə künnəsi olmalı yabadəndir. Dedim pak eyləmə sazı, ürəkdə razı pünhani. Xəbərdar ol yaləm, dəst bu şehir ol dinə vadəm, diləm icam əlyam. Çox sağ olun, Nəriman müəllim. İmamların adını çəkəndə Nəriman müəllim ağlayərdi. Bunu mən burada qeyd etmişəm ki, hər bir işini gördü o Subhanın adı ilə, Allah'ın hər yerdə olub bəndə Nəriman. Seyyah ilə ağladı bizi, ah nəvasi, əl haqqı Humayunda da çox fəndə Nəriman. Çoltan, mən onun adını hər yerdə ucaqdım, şöhrət götürüm çünki bizim kəndə Nəriman. Ben hamımızdan üzr istəyirəm, uzunçuluq kimi çıxmasın. Burada xanəndələr, müğənnilər, gözəl insanlar və bir də bundan da qaba bir şey yazmışdım, Humayun muğamatında. İcazə versən onu da oxuyarmışsınız. Qısadır. Bu qoşma lazım. Bilmirəm gerçəkdir, yoxsa ki xəyal, ağlını başından alır Humayun. Xatirimə düşür Kərbəla çölü, çünki ağlayın altında məhərrəm ay başlayır. Xatirimə düşür Kərbəla çölü, Hüseyni yadına salır Humayun.
Üşşaqda ey könül əşbəri axtar, Nəvada Əbbasın nərisi çağlar, göz yaş tökməyə necə segah var, fəqət öz hüznündə qalır humayun, vəfanın özgə bir səsi avazı, mahurda edərlər razı niyazi, şuradan ayaq alıb eşit şəhnazı, şişlərlə xəyalə dalır humayun. Cahargahcan alır hər güşəsiylə, dilkeş ülək çəkir təravəsiylə, ayrılıq həsrəti, vüsal səsiylə, gah sel asır, gah solur humayun. Muğamın zövqünə dözərli insan, Füzuli sözündən əgər alsa can, bir yanda oxuyur Ustad Nəriman, bir yanda da Firuz çağır humayun. Soltan muğamata el verir qiymət, gedib əl söhbət, köçüb hidayət, onların eşkiyle, sesiyle elbet, akıl körünlere dolur humayun. Ve bilirsiniz müqəddəs dinimizin, ənənəmizin qayğısı var ki, mən icazə versinlə dua oxuyardım, duanla onun ruhunu yad edərdik. Allahümme salli ala Muhammedin ve ali Muhammed, İlahi eyyid dine ve ahle, واحفظ الإسلام وأهله وانصر الإسلام وأهله واجعل عواقب أمورنا خيرا أرواح المرحومين المغفورين سيما المرحوم المغفور المغفور المعلوم بحق الفاتحة مع الصلوات. Allah rahmet.